barəsində hakimiyyəti zorla ələ keçirmə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə cinayətləri ilə bağlı iş açılan prezident administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin yaşadığı villada axtarış zamanı müstəntiqlər maraqlı mənzərənin şahidi olub. Qlobal İnfo Günün Səsi İnfoya istinadən xəbər verir ki, Ramiz Mehdiyev yaşadığı villada otaqların birini iclas salonu eləyib. Belə ki, salonun başında özü üçün kreslo qoyduran Mehdiyev 50-60 nəfərin oturması üçün oturacaqlar da qoydurub. Bundan başqa Mehdiyevin oturduğu masanın sağ tərəfində çıxışçılar üçün nəzərdə tutulan tribuna da qurulub. Görünür, Ramiz Mehdiyev gizli fəaliyyətinə buradan başlayıbmış. Amma Dövlət Təhlükəsizlik Xidmətinin onun bu məkirli planını yarımçıq qoyması səbəbindən Ramiz Mehdiyevin iclas salonu da iştirakçısız qalıb. Xatırladaq ki, Səbail Məhkəməsinin qərarı ilə Ramiz Mehdiyev barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.